Ləzzətli çalıram. Saat 2'dir. Toy gedir. Bir də gördüm bir əl dəydi buradan beləmə. Belə baxadım, gördüm cavan oğlandı. Dedi, Əslam mənim, nə lazımdır gətirək bura? Nə lazımdır? Axı çala-çala danışmaq mümkündür. Dedim, sağ ol, Allah canını sağ olasın. Gəl başladım çalmağa. 3 dəqiqə çəkmədi, gəl gördüm bir əl dəydi. Gəl belə baxdım, gördüm bu. Əslam mənim, nə lazımdır gətirək? Dedim, sağ ol da qardaş, qoy qarmamı çalım deyə. Bu getdi. 3-cü dəfə gəl gördüm, əl dəydi. Belə baxdım, Əslam mənim, nə lazımdır? Baxdım mabilənçi. Dedim, biraz kisel tapa bilərsən nə üçün? Dedi, nə? Dedim kisel. Dedi, mən gözlərim üstə. Bu getdi. Saat 3'dür, 4'ə işləyir, toy gedir. Toy əsi gəldi, Əslam mənim, bizim əmi oğlun sən hara göndərmirsən, tapa bilmirik. Dedim, biraz kisel lazımdır, o admışım. Dedi, burada kisel olar. Dedim, bəs qoymurdu da mənə çalmağa da, nə qayırım mən? Dedi, yoxdur, gəlməyim. İndi başladım mən də nigaran qalmağa, bu maskletlə geri baxıyı, şefli, gedər hadisə olar, kisel nə tər oldu bu? Səhər 6'da toy qutardıq, yoxdur bu. Zaxdır kəlirik, bir də gördüm maskletlə gəlib, toz torpağın çəşində 2 dəqiqə göz beni çişirləyir. Gəldi. Gəldi Əslam müəllim. Səndən xəcalətli qaldım. Trez, Oriyat, Bankə, bütün ərkim çatan dostları getdim gecə ilə. Tapa bilmədim, xəcalətli qaldım. Dedim, xəcalətli düşmanın olsun. Hələ tapmış kimi varsan, mən də toyu çaldım.